Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Premier Liqanın izləyiciləri. 20 yanvar Asfar Arenada Premier Liqanın yaz mövsümü davam edir. 9-cu tur, artıq qrup oyunlarında son tur və növbəti həftə artıq play-offlara keçid alacağıq. Bu görüşdə biz Sumqayıt və Peña Baku komandalarını üz-üzə görürük. Meydana sağ tərəfdə Peña Baku, sol tərəfdə isə Sumqayıt yer alır. Hər iki komandaya uğurlar arzu edirik ki, üzrə olan qalib olsun deyirik. Bilirəm, uğurlu, daha doğrusu məhsuldar, bol qollu qarşılaşmanın şahidi olarıq. Xəzər Ağalızadənin zərbəsini izlədik. Bir qədər əvvəl. Təbii ki, iş dəqiqələr olduğu üçün bir qədər kəşfiyyat xarakterli keçə bilər. Təmkinli, risksiz oyun nümayiş etdirmək istəyəcək komandalar. Tizim qırıldıqdan sonra daha maraqlı mübarizə izləyə bilərik. Ekranımızı bəyənənlər var olan aşağıda darınızı görürəm. Hər birinizə ayrıca minnətdaram. Murad Hüseynov, orada Nicat Baxşıyevin təzyiqi var idi. Cina dəyişili Nicat Məhərrəmov, Sumqayıtın kapitanı. Anar Əhmədzadə. Bəyağa Mirzəyev araya girdi. Emin Əliyev. Emin. Təsvir müdaxilə Muraddan və korner. Şüşdən zərbəni izləyək. Xəzər Ağalızadə. Arasında Məhəmməd Xəllov var idi. Emin bir qədər ayaq saxladı komanda yoldaşı özü ki, zərbə indirə bilsin. Amma düşündüyü kimi istədiyi kimi alınmadı. Elmar Rəhimov. Nicat Baxşıyev. Bəyağa Quliyev. Xəzər Ağalızadə. Nicat Baxşıyev. Zərbə imkanı axtar. Nicat yerlə zərbə, qapçı. Yaralı topu əlindən buraxsa da daha sonra öz səhvini düzəldir. Xəzər, Emin Əliyevə doğru. İki kapitan üz-üzə idi. Emin Əliyev və Nicat Məhərrəmov. Epizodda üz-üzə gəldilər. Kifayət qədər temp var görüşdə. Bildirəm ki, tez bir zamanda tilsim qırılacaq. Elmar Qasımov ötürməli. Nicat Baxşıyev. Xəzər Ağalızadə. Məhəmməd Xəlilovdan yaymaq out. Murad bir qədər göz gəzdirdi Nicat. Murad, Nicatın təzyiqi var. Anar Əhmədzadə. Kamranlı oynadı. 2000 minnətlərim. Ekranımızı bəyənirlər. Var olun. Yayın bu aşağıda darınızı görəm. Hər birinizə ayrıca minnətlərim. Suallarınız olduqsa da çəkinmədən yaza bilərsiniz. Mən bir vurğu edim. 20 yanvar Asfar Arenadayıq. Premier Liqanın yaz mövsümü 9-cu tur, qrup oyunlarında son turdur. Artıq növbəti həftə play-off qarşılaşmaları başlayacaq. Sumqayıt və Peña Baku komandaları bu görüşdə üz-üzədir və görüşdə elə ki, golsuz bərabərlik hökm sürür. Elmar Rəhimov zərbə indirə bilər. İranlı bunu düşündü, amma daha sonra bu fikrinə daşınır. Nicat Baxşıyev. Çərçivə bir baxış atır. Həmin nöqtədə topu göndərməyə bacardı. Tilsim qırıldı, qapının kilidi açıldı. Artıq Peña öndədir. Peña Baku 1. Sumqayıt 0 indi görək. Sumqayıtın rəqibə cavabı olacaqmı yoxsa? Bir tərəfli cavabsız. Qolların şahidim olacaq. Məhəmməd Xəlilov. Yeniliklərimiz xoş gördük. Bir daha qeyd edirəm. 20 yanvar Asfar Arenada Premier Liqanın yaz mövsümü oynanılır. Yaz mövsümü keçirilir daha doğrusu. Bu ifadə artıq 9-cu tur və bu turla da qrup oyunları bitir və play-off qarşılaşması növbəti həftədə başlayacaq. Kamran, Murad Hüseynov. Qoldan sonra bir qədər geri çəkildi. Rəqibin həmlə qurmasına imkan verir. Peña Baku tərəf Elmar Qasımov, təcrübəli golkiper. Nicat Baxşıyev, meydandakı yeganə qolun müəllifi.
Murad Anar Əhmədzadə. Murad Trivela. İlkin Vəlizadənin düşündü, amma düşündü kim alınmadı. At yerinə itirməlidir Sumqayıt adına. Nicat Məhrəmov. Murad yerlə zərbə keçmədi. Xəzər Ağalızadə müdaxilə etmişdi Anar. Geri doğru çevirdi Kamran. Soyuqqanlıdır. Murad. 11 nömrələrin dueli idi bu böyük ağa. Quliyevlə Murad Hüseynov arasında mübarizəni izlədik. Duelin qalib tərəfi idi Murad. Ədalət təmsilçisi korner işarə edir. Küncdən zərbə. İlkin Vəlizadə bir qədər göz gəzdirdi. Anar. Yerdən ilmə qurulacaq Kamran. Sinal doğru ötürmək Murad. Anar. Dəqiqələrdə topun nəzarəti Sumqayıtdan yanadı. Emin Əliyev kapitan. Anar qarşıladı. Böyük Quliyev. Geri dəqiq zərbə. Nicat Məhrəmov Muradlı oynadı. Sumqayıt nəmləsi geridən qurulacaq. Yeni dalğa. Nicat Məhrəmov. İlkin Vəlizadə. Murad Xəzər Ağalızadə təzyiq etdi, qazandı. Xəzər. Nicat Baxşev. Elmar Rəhimov zərbə Kamran. Beyağa. Nicat Baxşev. Elmar Rəhimov. Xəzər geri ötürmə Elmar. Diaqala doğru ötürmə Ivana çatdı Beyağa. Gözlətmədən. Zərbə indirdi, amma düşündüyü kimi istədiyi kimi almadı ilkin. Dəqiqələrdə 11 qədər qızışır, temp bir qədər artır. Son müdaxilə ilkindən və Penya Baut onlarındır. Elmar Rəhimov, Nicat Baxşev. Yeganə qolun müəllifi Yanvar Asfar Arenada. Qarşılaşmada yalnız bir gol izləmişik. Penyanın yenəmləsi Nicat Məhrəmov, Nicat Baxşev. İndirilən zərbə Böyük Quliyev. Sol ayaqla zərbə. Kamran yerindədir. Korner. Böyük Xəzər Ağalızadə. Məhməd Xəlilovun təzyiqi var. Nicat Baxşev. Elmar. Böyük cəhd etsə də meydanda saxlaya bilmir. Murad. Sumqayıtın yenəmləsi başlayır. Emin Əliyev yola saldı Murad Hüseynov. Və korner. İlkin Vəlizadə korneri birbaşa qapıya yönəldir, amma Elmar Qasımov keçid yoxdur dedim. Ayağa çevirdi. Bu arada Penyanın heyətinə əvəz etmə var. Bu cəhdən sonra bəhs edəcəm. Elmar Rəhimov keçmədi. Nicat Baxşev meydandakı yeganə qolun müəllifi. Texniki zonaya yollanır. Onun əvəzinə isə Elmir Fətəliyevi biz meydanda görürük. Xəzər, Emin Əliyev, Emin. Bunlara baxılacaq. Bir qədər əvvəlki epizodla bağlı. Vara baxıldı, ədalət təmsilçisi qərarın üzərində durur. Qayda pozisiya qeydə almadı Emin Əliyev. Bu qapıdan keçirməyi bacarır. 2-0 oldu. Hər 2 yüksəlir. 2 cavabsız gol. Penya Bakıb artıq 2-0 hesabı ilə öndədir. Penya 2. Sumqayıt 0. Burada əvəz etmələr başladı Penyanın heyətində. Hansı ki biz
Vüqar Rəhimov artıq meydanda görürük. Həmçinin Fuad Hüseynov meydana daxil olub. Burada Vüqar Rəhimovun zərbəsi Kamran da uzandı. Murad. Bir ara ötürməsi istəyib. Onda Fuad rəqimini qabaqlamağa bacarmışdı. Xəzər Ağalızadə. Elmir Fətəliyev. Elmir rəqiblərinə yayma bacardı. Xəzər son müdaxilələrdən out. Vüqar Rəhimov. Vüqar. İlkin Bəlizadə cəhd etsə də. Xəzər. Elmir Fətəliyev. Ümid edirəm ki, Elmir qapını nişan almışdı. Bir xeyli qapının üzərində meydan tərk etdi. Vüqar Rəhimov. Olar abi, olar. Bir qədər kör təbii əmlələr izlədik. Fuad Hüseynov. Vüqar sinəsilə saxladı Elmir Fətəliyev. Emin Əliyev. Qabağında Emin qarnına dəydi. Vüqar Rəhimov. Söndü zərbə indirdi. Bir qədər əvvəl meydana daxil olmuşdu. 3-0. Elə görsən, amma burasına dəydi. Mən saxlama burasına dəydi. İçində var. Üç 0 oldu. Gol kim vurmuşdu? Şahtada nə məyəcək? Vüqar Rəhimov fərqi 3'ə yüksəltdi. Beyniya 3. Sumqayıt 0. Hələ ki bir tərəfli cavabsız qollar izləyirik. Fuad Hüseynov. Emin Əliyev çevirməyə bacardı Nicat Baxşiyev. Nicat. Yine Emin ötürmək istəyirdi. Eminə çatmadı. Orada bir-birlərində mane oldular. Nicat Məhrəmov. Out. Bu arada Sumqayıt niyyətində vəziyyətmə var. İndi bir qədər vaxtda bəhs edəcəm. Ağa Səfərovu, daha doğrusu səhvimi düzəldim, Ramin Ağayevi biz meydanda görürük. Sumqayıtın heyətində. İlkin Bəlizadə ilə əksəmlə. Nicat Məhrəmov, Nicat! Nicat Baxşiyev. Arı ötürməsi ünvana çatdı Nicat. Yerlə ötürmə Emin Əliyev. Yenidən Nicat Kamran. Keçid vermədi. Real qoldan xilas edir. Fərqin bir qədər də artmasına imkan vermədi. Sumqayıtın əmləsi kapitanın ifadəsində Anar ötürmək istəyən Murad Hüseynov yenidən Nicatla düşünə bilərdi. İlkin Bəlizadə Elmar Qasımov. Sən dəqiqələr ərzində qapısını toxunulmaz saxlama bacarıb golkiper. Murad.
Vüqar Rəhimov. Ramin Ağayev. Anar. Yenidən Ramil oynadım. Elmar Qasımovun ötürməsi Kamran nəzarət altında. Top meydan tərk edir. Diaqana doğru ötürmə Elmir Fətəliyev. Anarın önündə qaldı Əhmədzadə. İlkin Vəlizadə. İlkin Elmar Qasımov uzandı. Kesit yoxdur dedi. Elmir Fətəliyev. Murad. Nizat Baxşev. Elmar qat əmləyə Rəhimov bir qədər mərkəzə çəkildi. Zərbə imkan verilmədi. Fuad Hüseynov. Elmar Qasımov. İlkin Vəlizadə. Nicat Mərrəmov. Axır ki onlar da sesimi qırmağa bacardılar. Axır ki onlar da öz zatlarına qapının kilidini açdılar. Vurulan qollardan birinin əvəzi çıxıldı. 1-3. Sumqayıt 1, Penyabaku 3. Görə bu qol komandana bir qədər ayıldacaqmı? Digər qollara müjdə olacaqmı? Elmar Rəhimov. Fətəliyev, Nicat onun qabanını kəssi, Murad. Fətəliyev bitirmədi. Elmar Qasımov, Vüqar Rəhimov. Vüqar. Nicatın da bir toxunuşu vardı, amma çevirə bilmədi. Kamran. Nicat Mərrəmov. İlkin Vəlizadə. Top qapının üzərinə meydan tərk edir. Vüqar Rəhimov. Murad rəqibini təqib edir. Cinal doğru ötürməm. Böyağa Quliyev. Böyağa. Vüqar pas verir, Vüqar. Vüqar. Elmar Rəhimov. Elmar. Ramin zərbənin qarşısını kəsmişdi Vüqar Rəhimov. Vurulan 3-cü qolun müəllifi olmuşdu. Böyağa. Nicat Baxşev. Elmar Qasımov yerlə ötürmə. Böyağa. Nicat, Vüqar. Referi davam dedi. Nicat Mərrəmov var ötürməsi İlkin Vəlizadə. İlkin Vəlizadə. Eksizm kontratak. Qolla nəticələnir. Referi var da baxacaq. Ədalət təmsil vara baxdı və daha sonra penalti nöqtəsini göstərir. O biri gəlir, bax, şu üstünə gəlir. Bax, qardeşim, sən onu yapın o. O, yolub belə yerə, belə yerə. Onu baxsın, onu toplayın. Yox, o ona toplayın, bir onu. Yox, qardeşim, onu da toplayın. Sumqayıtın vurduğu qol ləğv olunur və Penya penaltı yerinə yetirəcək.
Düz xəttin üzərindən penaltı yerinə yetiriləcək. Son bir zərbə daha sonra ədalət təmsilçisi ikisinin bitini elan edəcək. Daha doğrusu elan etdi artıq. Tək bir zərbə olacaq. İşarə gəldi Emin Əliyev. Emin! Əliyev top qapıdan keçirməyi bacarır. Və bu qolla da ədalət təmsilçisi 2 hissəni bitirir. Beni fasilə yollanır. 4-1 hesabla İsrail müfasilədən sonra yenidən bir yerdəyik.